Salam yoldaşlar. İsveçrədəki növbəti günümüzdən başlayırıq gəzməyə. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatının Cenevrədə ofisinin qarşısındayım. Burada məşhur 3 ayaqlı stol var. Stul. Bu ayağının birinin olmaması minalanmaya karşı olan bir hərəkət kimi, simvol kimi düzəldilir. Burada gördüyünüz ise BMT'nin ofisidir. Bura Cenevrə şəhərinin mərkəzidir. Bizim bulvar kimi fikirləşə bilərsiniz. İndi ətrafı fırlanıb, gördüyünüz fəvvarəyə doğru gedəcəyik. Fəvvarənin yanında ətraflı məlumat verərəm. Salam yoldaşlar. Axırı gəldik, çıxdıq fəvvarələrin yanına. Biraz sürətlənmiş bir turdur. 2 gündə oradan buradan biraz çəkirəm. İkinci günümdür İsveçrədə. Dünən Zürih şəhərində oldum. Oranı gəzdim. Bugün isə Cenevrə şəhərindəyəm. İsveçrənin 4 rəsmi dili var. Fransız dili, Alman dili, Roman dili. Dördüncüsü yadımdan çıxıb nə idisə. Hazırda dayandığım ərazi Cenevrə gölüdür. İndi göstərərəm sizə. Burada Cenevrə fəvvarəsi var. Hündürlüyü 140 metrdir. Daima işlək vəziyyətdədir. İsveçrə çox bahalı yerdir. Xüsusilə bu böyük şəhərləri, Cenevrə, Zürih, Bern. Ancaq yaxşı tərəfləri də var ki, yəni xərcləməkdən asılı olaraq burada az xərcləyib gəlib gəzmək olar. Məsələn, qaldığınız oteldən sizə şəhərdə pulsuz nəqliyyat vasitəsini təmin edən kart verirlər. Aeroportdan şəhər mərkəzinə pulsuz gələ bilərsiniz. Əsas qalır yemək məsələsi, onu da yola vermək olar. 4 gün olacaq. Yəni İsveçrədə, sabah Berində, o birisi gün isə Interlaken, Lauterbrunnen ərazilərində olacaq. Yaxşıdır, gözəldir. Yəni bəxtimizdən də hava günəşlidir. Neçə gündür, 5 gündür Avropadayam. Nə yağış gördüm, nə soyuq, nə külək. Düzdür, mən havanı çox isti sevmirəm, ona görə də bu mövsümü seçmişəm. Məncə də ən yaxşı mövsüm bu aylardır, bu vaxtdır. Yəni, hal-hazırda bugün sentyabrın 30-dur. Payız ayıdır. Hava nə çox istidir, nə çox soyuqdur. Mülayim hava var. İndi günəşli olmağı, yağışlı olmağı biraz şansdan asılıdır. Bunu bilmək olmur. Yəni, turu 1-2 ay əvvəldən ən azından planlaşdırırsan və həmin vaxtı necə olacağını bilmirsən. Belə, gedək gəzək, mən də sizə ətrafı göstərim. Baxın, haqqında danışdığım göl bu göldür.
Cenevre gölü. Böyük göldür. Yadımda qalmır ərazisi nə qədərdir. Ancaq Avropadan böyük göllərdəndir. Bu isə fəvvarə. Fəvvarə İsveçrə fəvvarəsi də deyirlər və fransızca adı var jet d'eau. Ola bilər düzgün tələffüz eləmirəm. Ancaq gördüyünüz kimi bu fəvvarə daima işlək vəziyyətdədir. 140 metr hündürlüyə su vurur, yüksək təzyiqlə. Çox yaxına getmək olmur, su isladır adamı. Gedək, görək nə qədər gedəcəyik. Hə, artıq buradan qayıtmaq vaxtıdır. Onu deyim ki, gölün suyu çox təmizdir. Harada baxsanız dibi görsəniz. Dərin yerlərində verən. Bilmirəm videodan görmək olur yoxsa yox. Gördüyünüz kimi, mənim də gördüyüm kimi, yəni hara baxsam, qaçan insanları görmək olur. İki gündür gəzirəm, hələ çox bir insan görməmişim. Gölün kənarında hər yerdə quşlar var, müxtəlif növ həm də. Yine gördüğünüz kimi gölün suyu təmizdir. Zibil yox, sirk yox. Mənə çox biraz əsəbi baxdı. Xoşuna gəlmədi deyəsən. Var ördəkdir, ancaq bunu bilmədim nədirsə. Gəldik, çıxdıq gölün ətrafındakı çimənliyə. Bu temperaturda, bu havada göldə çimənlər var. Burada gölün ətrafında qum yoxdur, çınqıldır. Suyu da gördüyünüz kimi tərtəmizdir. Ich denke an all die Tage, wo du dich durchgekämpft hast und
und auch noch kämpfen musst, weil das Leben nicht so spielt, wie es gehen hättest. Hast seit ich weiss einen Krampf mit dem Leben und dir selber. Sonntag auf Sonntag fängt an, keine Ruhe nicht mal für Paukenschläge. Ich will das Geld Bau verlieren, wo dich ausruhen belassen. Ein Ort, wo bist wie du halt bist, die nicht erklären musst. Hast mal ein Lachen gehabt, ist das Größte gesehen. Hoffst, wenn du wieder zurück zu dir, dass der Krieg alle wäre noch das noch. Und mit dem Viren mal tief vorne stehst, das Licht am Ende zu löschen droht, hab ich für dich ein Zündholz in der Hand und leuchtet dir, wie sauber wieder magst. Vermisst das Leuchten in den Augen, wo du all den kannst. Wenn ganz frei gedankenlos im Moment und ohne Druck. Jetzt ist wie eine Hypothek, ist der Traum nicht weg. Rechts und links wo der ist grau, von und hinter dir geradeaus, kein Wunder, was das so. Ich will das Geld Bau verlieren, wo die den Fuß belohnt. Ein Ort, wo bist wie du, hab ich die nicht erklären musst. Hast mal ein Lachen. Deməli, İsveçrə kantonlardan ibarətdir. Bildiyim qədərilə 26 kanton olmalıdır. Hər bir kantonda danışılan dil üstünlük təşkil edir. Məsələn, bəzilərində Alman dili, bəzilərində fransız dili. Zürixdə Alman dili üstünlük təşkil edir. Burada isə, Cenevrədə isə fransız dili. Yəni burada çox adamın fransız dilində danışan görürsən, heç Alman dilinə rastlaşmırsan. Sanki başqa yerlərdir. Yazıların çoxu fransız dilində. İngilis dilində yazıya heç tək-tük hallarda rastlaşma olur. Oturursan kafedə menü verirlər, İngilis dilində yox. Biraz çətindir o bax. Biraz da İsveçrənin supermarketlərinə baxaq. Məşhur şokoladlarını görək necədirlər. Qiymətlər hamısı İsveçrə frankı ilədir. Eurodan çox az fərqlənir. Məşhur İsveçrə şokoladları. Geschätzte Kundinnen und Kunden, suchen Sie uns jetzt im hinteren EG kürzere Rottenbadlimo. Sie profitieren von ganzen 15% Rabatt. Unsere Brotdamen freuen sich auf Ihr Gespräch. Qiymətlər demək olar ki, eynidir. Sadəcə euronun əvəzinə, frankın əvəzinə manat qoyacaqsınız. Basta l'acqua.
Çox maraqlıdır. Özünə məxsus marketin qoxusu var, çox gözəldir. Bilmirəm nə qoxusudur, ancaq qəşəngdir. Balıqlar, ət məhsulları, kolbasalar. Bunlar böyük ehtimalla donuz ətidir. Ich denke an all die Tage, wo du dich durchgekämpft hast und dann noch kämpfen musst, weil das Leben nicht so spielt, wie es gehen hättest. Hast seit ich weiss einen Krampf mit dem Leben und dir selber. Sand heute auf Sand Anfang Tag, keine Ruhe nicht mal für Paukenschläge. Bugünlük bu qədər yoldaşlar. Sabah istəyirəm paytaxtı Perin şəhərinə gedəcəyik. Çalışacağım orada da biraz çəkiliş edəm. Hələlik. Ich denke an all die Tage, wo du dich durchgekämpft hast und dann noch kämpfen musst, weil das Leben nicht so spielt, wie es gehen hättest. Hast seit ich weiss einen Krampf mit dem Leben und dir selber. Sand heute auf Sand Anfang Tag, keine Ruhe nicht mal für Paukenschläge. Ich will das Geld dabei.